Ona görə özüm xahiş eləmişəm, onun üçün də belə danışığımda, yəni hiss olunur da ki, çətinliklə. Aha, bilirəm. Evdə Azərbaycanca danışırıq, amma ki, yəni bu elmi dildə Azərbaycanca az istifadə olunur da, onun üçün yəqin hiss olunur da danışığımda. Olar. Yavaş-yavaş inşallah ki, düzəlmiş olar. Oralarda qaldı, bax. Deməli, keçək digər müəllimimizə. Hansı müəllimimiz özünü təqdim etmək istəyirsə, onu bir dənə də təqdim etmə götürək. Daha sonra isə keçək sual-cavaba. Aygün müəllimə əl qaldırmışdınız. Səidə müəllimə, buyurun. Zülfiyə müəllimə, buyurun zəhmət olmasa. Bugün istəmirəm müəllimə, gələn dəfə olar. Aha, olar. Elmira müəllimə, o zaman siz buyurun. Salam. Mən dinləyici kimi olar qoşdum. Necə? Öyrənim. Dinləyici kimi. Aha, yox, müsahibədə dinləyici kimi olmaz. İndi bu dərsdə icazə verirəm ki, məsələn. Bu dərsdə, gələn dərsdə artıq. Amma gələn dərsdə dinləyici kimi olmayacaqsınız. Çünki müsahibə mərhələsi belədir ki, burada bizim yəni test mərhələsinə baxmayın. Orada heç kəs heç nəyi biliriksə gözümüzün qarşısındadır. Gedirik, yazırıq. Yəni danışmalıyıq. Yəni illaki danışmalıyıq. Deməli, gələn dərsdə açarım. İnşallah, inşallah. Dilbər müəllim, buyurun. Əlbəttə. Aha, buyurun, zəhmət olmasa üzünüzü təqdim edin, görüntünü açın. Görsənir müəllimə. Bəli, görün. Mən Cəfərova Dilbər İnqilab qızı 1987-ci ildə Gəncə şəhərində anadan olmuşam. 1993-cü ildə Nizami Aydın adına tam orta məktəbi daxil olmuşam. 2004-cü ildə həmin məktəbi bitirmişəm. 2006-cı ildə Gəncə Dövlət Universitetinin Biologiya Kimya fakültəsinin kimya ixtisasına daxil olmuşam və 4 il ərzində təhsil aldıqdan sonra 2010-cu ildə təyinatla Ağdam rayon 1-ci yüzbaşlı kənd tam orta məktəbinə göndərilmişəm. Daha sonra 6 il burada pedaqoji fəaliyyətimdən sonra mən burada demək lazımdır, mən ailə həyatımdan əlaqəli olaraq bunu dayandırmışam. Yox. Yenidən bir də 2020-ci ildə vermişəm mən müəllimlərin işə qəbulu üzrə. Bəs bunu necə deyim, orada necə tarazlayım? Deməli, necə gəldi? O hissəni deyin. Deməli, mən 2010-cu ildə təyinatla göndərilmişəm. 2016-cı ildə özüm ərizə yazıb çıxmışam ailə həyatımdan əlaqəli olaraq. Onda belə eləyirik. Yəni onları demirik, o hissələri demirik. Məsəl üçün deyə bilərsiniz ki, yəni pedaqoji fəaliyyətimi neçə məktəbdə işləmişsiniz ümumilikdə? 2, 3? 4 məktəbdə 2010-cu ildə daxil olmuşam təyinatla. 2 məktəb oradan, biri müqavilə, biri daimi əsaslarla. Sonra bir də 2020-ci ildə qəbul olmuşam. 2021-də də yenidən 2 məktəb oldu da daimi əsaslarla. 4 məktəb oldu. Orada bildirərsiniz ki, onda deməli 2001-ci qəbul olduğunuz hansı il idi? MİQ əsasında, yoxsa təyinatla? MİQ əsasında. Tərtər rayon Bəyimsalov kənd tam orta məktəb. 2021-ci ildə isə yenə deyirsiniz. Yəni təyinatla o əvvəlki göndərilmisiniz. Yəni onda MİQ yox idi ki? Xeyr, onda MİQ yox idi, mənim təyinat idi. Aha, onları deməyin. Heç istəyirsiniz, onları vurğulamayın. Və yaxud da ki, vurğulaya bilərsiniz ki, yəni pedaqoji fəaliyyətimi bir neçə məktəbdə yəni başlamam. Heç lazım deyil, axı ehtiyac yoxdur. Elə harda işləyirsiniz indi? MİQ vasitəsilə, MİQ demirik də, müəllimlərin işə qəbulu imtahanı vasitəsilə hansı məktəbə daxil olmusunuz, onu vurğulayın. Belə. Oldu müəllimə. Onu da belə deyərəm. 2020-ci ildə müəllimlərin işə qəbulu üzrə 40 bal toplayaraq Tərtər rayon Bəyimsalov kənd tam orta məktəbinə daxil olmuşam. 2021-ci ildə isə həmin kəndin Novruz Nəcəfov adına ümumi orta məktəbinə daimi əsaslarla qəbul olaraq, yəni ikinci iş yeri kimi müəllimə, amma ora əsas iş yeri oldu. İndi mən burada necə deyim, onu da iş yerini də vurğulamayın. Ümumiyyətlə belə vurğulaya bilərsiniz ki, Dilbər müəllimə. Deməli, birinci daxil olduğunuzu, məsələn, təyinatla
müəyyən müddətdə çalışdığınızı vurğulaya bilərsiniz. Daha sonra isə, yəni müəyyən səbəblərə görə ara verib yenidən məsəl üçün 2021-ci ildə müəllimlərin işə qəbulu üzrə Elm və Təhsil Nazirliyinin təşkil etmiş olduğu şəraitdə mən də yararlanaraq, yəni dediyiniz məktəbə, yəni deyək ki, imtahanda iştirak etmisiniz, filan qədər bal toplamısınız və qəbul olmusunuz. Daha sonra isə ikinci şeirinamə vurğulamayın. Onsuz onlar görürlər orada. Yəni Ona görə deyirəm ki, siz də orada ikinci şeirini vurğulamayın, yəni bildirməyin onu, heç deməyin. Amma məsələn sizdən soruşsa ki, niyə ikinci işdə fəaliyyət göstərirsiniz? Mən onu qısa şəkildə qrupa da bayaq atmışdım ki, yəni bildirə bilərsiniz ki, mən yəni dərs yükümün az olduğuna görə və özümün də bir savadlı kadr olduğumu fikirləşərək, mənim biliklərimdən şagirdlərimin yararlanacağını düşünərək, əlbəttə ki, müxtəlif məktəblərdə pedaqoji fəaliyyətdə, yəni belə bir nüansları orada qeyd edib atmışdım. Yəni o hissəni dedim sizə sözünüzü də kəsirəm. Bu məndə axı keçənlərimi kəsr eləmişəm. Bu il təzədən bir də daxil olmuşam da sertifikasiya. Onunla deyim. yox, onlar onu görürlər, onsuz da orada özləri görürlər. Onları qeyd eləməyə ehtiyacımız yoxdur. Elm və Təhsil Nazirliyinin, yəni sertifikasiyalaşmanı deyə bilmirik. Deyək ki, sertifikasiya imtahanında müsabiqə mərhələsində iştirak edərək 60 ballıq sistem üzərindən 44 idi, yoxsa 46 bal toplayaraq müsahibə mərhələsinə dəvət almışam. Və bu prosesləri təşkil etdiyiniz üçün sizə dərin təşəkkür bildirirəm. Bildim mən, ümumi olaraq elə həll eləyərəm. Belə birləşdirə bilərik. İndi ilk dərsdə əlbəttə ki, səhvlərimiz olacaq. Yavaş-yavaş üzərində düzəliş etmiş olacağıq ki, inşallah düzələcək. Siz də özünüzü təqdim edərsiniz, özünüz qulaq asarsınız, siz də yönləndirərsiniz, mən də baxaram. Gələcək dərslərdə yenə də. Hansısa müəllim özünü təqdim etmək istəyir, yoxsa keçək psixoloji suallara, kurikuluma əsaslanan suallara? Müəlliməm, mən özümdə qeyd edirəm, gələn dərslərdə deyəcəm. Prosta mən də bir sual verirəm. Mən də 2 məktəbdə işləmişəm. İndi daimi işlədiyim 3-cü məktəbdə. Onları vurğulamalıyam, yoxsa daimi Hansı işlədiyim? məktəbdə işləmisiniz? Birinci Kürdəmir rayonunda işləmişəm. Aha, Kürdəmir rayon. Atakişlikən. Sonra karantin vaxtı ilə düşdü. Elə ki, imtahan verdik biz. Karantin vaxtı idi. Ona görə müsahibə belə onlayn olmuşdu da. Əvvəl təyin olundum, işlədim bir müddət. Sonra fevralda harsa müsahibə oldu. Aha. Orada da daimiləşmədim. Sonra burada daimiləşdim. Yəni daimi hara qəbul olmusunuzsa oradan başlayın. Yəni daimi iş əsaslarla çalışmısınız, hardan çalışmısınızsa oradan və indiki hansı məktəbdə fəaliyyət göstərirsiniz, deyək ki, daimi olaraq. Yəni oradan başlayın. Şamaxıran Günəşli məktəbində. Salam. Yəni oradan başlayırsınız, neçə ballıq sistem üzərindən qəbul olmusunuz, nə qədər bal toplamısınız, bunu vurğulayın. Mənim özünü say, mən çıxa bilərəm dərsdən. Aha, buyurun Aydın müəllim. Elm Çox sağ olun. olunmuş. Yəni bunu bildirə bilərsiniz. Belə ay müqavilə ilə işləmişəm sözünü ümumiyyətlə deməyin. Yəni müqavilə ilə işləmişəm. Onlara nə lazımdır? Sadəcə olaraq qısa, konkret olaraq sizin haqqınızda məlumat. Yəni özünüzü təqdim edin. Tanıdırsınız özünüzü. Biz həyat hekayəmizi danışmırıq ki onlara. Məsəl üçün Birdə müəllimə kollecdə mən o çıxdığım ili deməliyəm də, yoxsa elə qəbul olduğunuz il. Qəbul olduğunuz ili vurğulayarsınız. İstəyirsiniz qurtardığınız ili də deyin. Hə, bildim mən. Sonra davam edək. Deməli, salam Esmira müəllimə, necəsiz? Salam müəllimə, axşamınız xeyir. Çox sağ olun. Yaxşı olasınız. Təşəkkürlər. Aha. Esmira müəllimə hansı Esmira müəllimə idi? Bilmirəm, nə bilim. Mən Rüstəmova. Aha, Rüstəmova. Biri var, bir Elmira müəlliməmiz var idi, bizlə hazırlaşırdı. Esmira müəllimə daha doğrusu. Mən sadəcə dinləyici kimi qoşulmuşam. İstəyirsiniz? Yox. Sadəcə elə bildim o Esmira müəllimədir. Əlbəttə ki, dinləyin, narahat olmayın. Daha sonra davam edək. Xanım müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Görüntünü açmamış mümkündürsə eləyim, yoxsa bugün mən görüntünü aça bilmirəm. Aha, olar, amma gələn dərslərdən inşallah ki, görüntünü açmayacağız. Xanım müəllimə, növbəti dərslərdə sizdən inşallah ki, müsahibəni götürəcəm, yəni özünüzü təqdim etməni. İndi isə belə bir sual verim. Könül müəllimənin növbəti 3-5 il ərzində çəkisi ilə əlaqədar, yəni müəllimlik fəaliyyətinizlə əlaqədar planları nədən ibarətdir? Yəni hansı addımlar atacaq?
Növbəti 3-5 il ərzində əsas planlarım ondan ibarətdir ki, tarix fənnini mümkün qədər maksimum şəkildə şagirdlərə sevdirmək və şagirdlərimin onların öz tarixlərini yaratmalarına kömək etmək istəyirəm və düşünürəm ki, tarix yalnız bir keçmiş deyil, o bizi formalaşdıran, gələcəyimizi işıqlandıran bir gücdür və mən də bu gücü hər dərsimdə şagirdlərimə hiss etdirmək üçün mümkün qədər çalışacağam. Yaxşıdır cavabınız və öz fənnimlə əlaqədar, yəni bilik, bacarıq, potensialımı da daha da gücləndirmiş olacağam. Yəni belə də vurğulaya bilərsiniz. Daha sonra ki, deyək ki, xanım müəllimənin açıq dərsi keçirilir. Xanım müəllimə açıq dərs zamanı belə deyək, bir dəqiqə gözləyin müəllimə, müəllimə zəng vurur. Yapamam müəllim. Götürmədi. İlham müəllimə qoşula bilməsələr, bu biri müəllimlər də qoşula bilməz. Siz sadəcə olaraq linkin üzərinə vurun, dərsə keçid edin. Deməli, xanım müəllimə açıq dərs keçirir. Açıq dərs zamanı kollega yoldaşları da oturub. Kollega yoldaşlarından biri xanım müəllimənin, yəni keçirmiş olduğu açıq dərsə müsbət rəy vermir. Xanım müəllimənin reaksiyası necə olacaq? Yəni necə təəssürat bağışlayacaq? Necə onlara reaksiya verəcəksiniz? Mən onun konkret nələr üzərindən bu fikirdə olduğunu soruşacağam və əlbəttə ki, gələcək fəaliyyətimdə əgər haqlı hesab eləyirəmsə, bu məqamlara mütləq şəkildə toxunacağam. Bəli, bax orada biz deyə bilmərik ki, həmin müəllimə qarşı aqressiv davranacağıq və yaxud da əlbəttə ki, ilk öncə bu problem nədirsə, bunun səbəbini öyrənərəm ki, yəni nəyə əsasən, məsələn, mənim dərsimə müsbət rəy vermirlər. Əgər doğrudan da keçmiş olduğum açıq dərsimdə hər hansı bir çatışmayan cəhətlər olubsa, cəhətlər varsa, əlbəttə ki, bunu gələcək fəaliyyətimdə də nə edəcəm, düzəliş etməyə çalışacağam. Deməli, digər müəllimlərimizdən Nəzakət müəllimə, deyin görüm özünüzü neçə ballıq şkala ilə qiymətləndirirsiniz? Nəzakət müəllimə, özünüzü neçə ballıq şkala ilə qiymətləndirir Nəzakət müəllimə? Desin hələ. Səsim gəlir müəllimə? Bəli, gəlir. Gəlir. Nəzakət müəllimə, buradasınız. Əfsun müəllimə, özünüzü neçə ballıq şkala ilə qiymətləndirirsiniz? 8 müəllimə. Niyə 8? Niyə 10 deyil Əfsun müəllimə? 9 deyil, mən 8 bal üzərindən qiymətləndirirsiniz. Nə bilməm, 8 rəqəmini sevirəm. Çıxsız keçid Siz deyə orada biri deməli, deməyəcəm. Nəsə, onu elə ona görə dedim. Aha. Bir də çalışın özünüzü, yəni aşağı balla qiymətləndirməyin. Ən aşağısı verəcəyiniz ballar 8 olmasın, yəni 7 olmasın. Ən aşağı verəcəyiniz 9-10 bal üzərindən qiymətləndirin. Məsələn, onun niyəsini sizdən soruşsalar, deyirsiniz ki, əlbəttə ki, mən bir müəllim olaraq öz peşəmi, öz vəzifəmi düzgün şəkildə hər zaman icra etməyə çalışıram. İnnovativ layihələrdə iştirak edirəm. Hər hansısa bir ixtisasımla əlaqədar yeniliklər varsa, bunları öyrənməyə çalışıram. Niyə də məsəl üçün mən özümü 7 balla qiymətləndirim? Mən özümə 7 bal verəcəmsə, bu qarşımdakı mənə nə edəcək? 2 bal, 3 bal yazacaq da ki, deyəcək bu adam heç özünü yaxşı qiymətləndirə bilmir. Mən bunu niyə yaxşı yəni 10 bal verim, 9 bal verim? Yəni ona görə də çalışın özünüzə yaxşı qiymətləndirin. Səmaya müəllimə, özünüzdən razısınız? Həm müəllimə razıyam. Razısınız? Mən heç sizdən razı qalmadım. Yox, mən özümə inanıram və öz potensialıma inanıram.
nə bilim, nətər deyir, özümə inanmasam mən deyərəm də, burada etiraz edərəm ki, yox da mən inanıram ki, məndə o potensial var. Mən nətər deyirlər, öz peşəmi sevirəm də, öz peşəmi sevirəm və məsuliyyət yanaşıram peşəmə və necə şagird olursa olsun, mən onun tez şagirdlərimi ələ alıram, tez onların, nə bilim, xarakterlərini tez öyrənirəm və onların özümü tez sevdirirəm onlara, həqiqətən də mən həqiqətən şagirdlərimi çox tez sevən müəlliməyəm. Mən inanıram ki, onlar da məni çox sevir, Ara başa şagirdlərim də. düşdüm Səmaya müəllimə, amma mən sizdən razı qalmadım. Ola bilər ki, razı qalmaya bilərsiniz, amma ki, nəyə görə razı qalmadınız müəllimə? Mən indi sizə yəni bunu elə belə verirəm, sual niyə razı qalmayım ki, mən Səmaya müəllimə olaraq. Bax, oradan deyən sizdən soruşsalar ki, məsələn, cavablandıracaqsınız müəyyən sualları, deyəcəklər Səmaya müəllimə özündən razıdır. Əlbəttə, bax, verdiyiniz cavablar pis deyil. Əlbəttə ki, mən özümdən razıyam. Niyəsini də demək istəsəm, əlbəttə ki, məsəl üçün, qabaqcıl, peşəkar bir müəlliməyəm, neçə illərin stajını, təcrübəsini özümdə daşıyıram. Nə bilim, 2 oğul anasıyam, bilmirəm neçə evladınız var. Nə bilim, 2 oğul, bir qız anasıyam. Hər zaman evladlarımın da, digər məsəl üçün, məktəb şagirdlərimin də, yəni onların fəaliyyətləri üçün ən yaxşı işləri görməyə çalışmışam. Yəni buna görə də niyə mən Səmaya müəllimə olaraq, niyə mən özümdən razı olmayım? Və sizə desələr ki, axı mən sizdən razı qalmadınız, deyirsiniz ki, olar, fikirlər müxtəlifdir, razı olmaya bilərsiniz. Yəni buna görə də heç bir problem yoxdur. Yəni belə, mən sizin də fikrinizə qəbul edirəm, fikrinizə hörmət etmiş oluram. Yəni burada niyə bunu soruşurlar? Səmaya müəllimənin əsəbini yoxlamağa ki, görün bu Səmaya müəllimə deyəcəyimi ki, məndən niyə razı qalmırsan, mən sənə neynəmişəm ki, məndən razı qalmayasan. Bax, buna görə də soruşmuş olurlar. Daha sonra keçək digər müəllimimizə. Bugün müəllimlərimiz yaman az qoşulub. İndi qrupasiya satacağım ki, görün bu müəllimlərimiz niyə qoşulmuyor. Yəqin ki, inşallah digər dərslərdən yavaş-yavaş qoşularlar. Deməli, hansı müəllimimizlə davam edək? Səbinə müəllimə Qəribova, elə sizlə davam edək. Buyurun müəllimə. Mənə deyin görüm, bir dənə rəy deyin, konstruktiv olsun. Bir rəy deyək, konstruktiv rəy olsun. Bilməyəcəm, qoyun biraz. Necə konstruktiv olsun? Konstruktiv rəyi nə idi? Birinci biz şagirdin müsbət tərəfini vurğulayırıq. Daha sonra onun çatışmayan cəhətini deyirik fəaliyyətində. Sonra dərs var, rəsm barəsində. Məsələn, bir rəsm çəkə bilər. Deyə bilərəm ki, məsəl üçün rənglərdən düzgün istifadə eləmisən, sadəcə işıq kölgəni düzgün müəyyənləşdirməmisən. Belə də yəni. Deyək ki, şagirdə bir rəsm vermişsiniz, şagird komponovka edib. Görürsünüz ki, komponovkasını düzgün yerləşdirib. Deyirsiniz ki, komponovkanı düzgün etmişsiniz. Sadəcə, yəni rəng baxımından işıq və kölgəni verərkən biraz, yəni səhvliklərə yol vermisən. Məsələn, bunu deyək ki, dərsliklərə baxaraq, məktəb kitabına baxaraq, əlbəttə ki, bu prosesi də aradan qaldıra bilərsən. Yəni, konstruktiv rəy nədir? Mən şagirdim birinci. Ümumiyyətlə, biz valideynlərlə də, şagirdlərlə də münasibət qurarkən birinci müsbət tərəfindən başlamalıyıq. Yəni, adicə evin özündə də uşağa nəyisə biz mənfi cəhətdən deyəndə evladlarımıza onu etmək istəmirlər. Amma müsbət cəhətlə deyəndə, sonra məsələ mənfisini müəyyənləşdirəndə burada artıq o qədər də problem yaşamırıq. Ona görə də birinci biz hər hansısa bir uşağı yönləndirmək istəyiriksə, onun müsbətini vurğulamalıyıq. Bir növ uşaq elədir ki, istər o dərsdən, ya müəllim özündən soyutmamalıdır, daha da ona bağlamalıdır. Düzdür. Belə. Daha sonra interaktiv təlim nədir, Səbinə müəllimə? Dərslər təşkil olunmuşam, yadımdadır. İnteraktiv adından da kim deyər? İnteraktiv təlim nədir? İnteraktiv təlim nədir?
Fəal təlimdir, müəllimə. Aha, interaktiv dərs, interaktiv. Bilməmiş olmarıq müəllimlər. Ola bilər ki, çox. Müasir metodlardan istifadə edərək dərsin təşkil olunması da iş üsullarından, iş formalarından istifadə edərək dərsin keçirilməsi. Baxın, interaktiv təlim deyəndə biz adından da göründüyü kimi aktiv şəkildə. Burada təkcə müəllim yönümlü olmur da, şagird yönümlüdür. Burada həm müəllimin söz haqqı var, həm şagirdin. Əvvəlki məsələn təlimlərdə necə idi bizim oxuduğumuz dönəmdə? Əlimiz əlimizin üstündə otururduq, vay amandır bir dənə nəsə deyək. Sanki müəllim müqəddəs bir varlıq idi. Müəllim nə desəydi o idi. İndi müəllim nə qədər müqəddəs də olsa artıq bu müqəddəsliyi yavaş-yavaş çıxarırlar sıra. Bəli, təəssüf ki. Amma yəni bu təlimdə, yəni müəllim dediyi fəal təlim. Yəni ümumiyyətlə interaktiv dərs, yəni adından da göründüyü kimi şagird, müəllim, şagird arasında olan fikir mübadiləsindən söhbət gedir, müzakirədən söhbət gedir. Şagirdin etdiyi səhvə görə qınanılmadığı bir təlimdən söhbət gedir. Mən şagird səhv edir, ona istehza ilə yanaşmıram. Əlbəttə ki, səhvinə, necə ki biz Dibektin nəzəriyyəsində deyirdik, öyrənmə fürsəti kimi baxmasına şərait yaratmış olur. Buna görə də interaktiv təlim deyəndə şagird, müəllim, şagird arasında olan fikir mübadiləsindən söhbət gedir, müzakirədən söhbət gedir. Burada şagirdin də söz haqqı var. Subyekt prinsipinə əsaslanır. Obyekt subyekt deyil. Məsəl üçün obyekt subyekt olsa burada müəllim subyektdir, şagird obyektdir. Subyekt olanda isə burada şagird də məsəl üçün söz haqqı var. Necə ki demokratik üslub öyrənmişik. Bax belə. Belə müəllimlər daha sonra hansı müəllimimizlə davam edək? Subyekt olmalıdır elə onda. Elə dediniz. Bəli, subyekt prinsipinə əsaslanmalıdır. Deməli, Sahilə müəllimə, buyurun. Bəli, müəllimə, axşamınız xeyir olsun. Axşamınız olsun. Sahilə müəllimə, mənə deyin görüm. Deyək ki, Sahilə müəllimə hər hansısa bir dərsi izah edir. Şagirdlərdən biri Sahilə müəllimənin sözünü kəsir. Sahilə müəllimənin reaksiyası necə olacaq? Bəli, mən bu zaman, yəni onun həmin şagirdin fikirlərinə dinləməyə çalışaram. Yəni onun hansı, məsəl üçün, hansı səbəbdən sözümü kəsdiyini, məsəl üçün. Sahilə müəllimə, bax deyirəm ki, dərs izah edirsiniz. Dərs izah etdiyiniz dönəmdə şagird sözünüzü kəsir, məsələn, nəsə bir sual verir. Sahilə müəllimə nə edəcək? Bunda bu testlərdə düşən də asan tapmaq olur, belə şifahi deyən adam çaşır. Testlərdə düşür, amma deməliydi. İnşallah ki... Qayda qoymalıydı da, deyəsən ki, yəni dinləmə bacarıq olmalıdır uşaq. Elə deyil. Səbinə müəllim, əl qaldırmısınız deyək. Məsəl üçün deyə bilərik ki, verdiyi sualı yadında saxlayıb dərsin sonunda ona başa salacağımı deyə bilərəm. Yəni ki, çünki dərs pozulmasın deyə, o biri uşaqların da fikri yayınmasın deyə dərsin sonunda bunun cavablandıracağımı deyə bilərəm şagirdə. Bəli, əgərləri məsəl üçün görsəm ki, məsələn mənim sözümü kəsib, mənim məsəl üçün izah etdiyim dərslə əlaqədar mənə sual verirsə, əlbəttə ki, nə xoş ki, uşaq hər hansısa bir bilmədiyi məqamı soruşur və yaxud da ki, anlamadığı məqamı soruşur. Yox, əgər məsəl üçün dərsdən kənar və yaxud digər hər hansı bir dərslə əlaqədar sual verirsə, əlbəttə ki, mən nə etməliyəm? Həmin şagirdə deməliyəm ki, indi hal-hazırda biz bu dərsi izah edirik. Dərsdən sonra və yaxud dərsin sonunda mən sənin sualını cavablandırmış olacağım. Yəni, dərsdən kənar bir sualdırsa, həmin mövzu ilə əlaqəli bir sual deyilsə, əlbəttə ki, mən bunu sonraya saxlaya bilərəm. Yəni, dərsi mən izah etdiyim yerdə necə kəsin başqa bir, yəni, deyək ki, suala keçmiş olum. Buna görə də belə deməyimiz daha yönlüdür. Daha sonra deməli, digər müəllimlərdən hansı müəllimimiz sual cavabda iştirak etməyib? Təranə müəllimə, buyurun. Könül müəllimə getdi ya burada.
Təranə müəllimə, buyurun. Bəli. Təranə müəllimə, mənə deyin görüm təhsilin formaları hansıları idi? Təhsilin formaları. Ola bilər indi. Aha. Təhsil bir var, təhsil alma formamız, bir də var təhsilin formaları. Aygün müəllimə deyək. Formal, qeyri-formal, informal. Aha, qeyri-formal, informal. Formal nədir deyək? Formal təhsil nədir? Aygün müəllimə, formal təhsil nədir? Deyim mən. Aha, deyin. Formal təhsil təhsilin sonunda dövlət sənədinin verilməsi ilə tamamlanan təhsildir. Aha, digərlərini də deyək. Qeyri-formal isə məsələn müxtəlif dərnəklərdə, kurslarda keçirilən təhsildir. İnformal isə bu da deyəsən müxtəlif dərnəklərdə. Mən açığı deyim, bu ikisini biraz fərqləndirə bilmirəm. İnformalda məsələn özümüz otururuq sərbəst şəkildə hər hansısa bir biliklərə gəl. Məsələn, müəllim var ki, deyir mən heç bir müəllimlə hazırlaşmamışam. Özüm kitabı almışam, qoymuşam qabağıma, oxumuşam, testləri də işləmişəm, getmişəm imtahanımı vermişəm. Məsələn, bax özümün biliklərini. Metakognitiv biliklərdə. Məsəl üçün, öz biliklərimizin üzərində işləyiriksə, bu olur informal. Qeyri-formal müəyyən kurslarda alınan təhsil forması. Deyin görün, müəllimlərin etik davranış prinsipi neçənci ildə təsdiqlənir? Yadımdan çıxıb o. Bax, bunların hamısına baxın, çünki indi atacağım PDF-i sadəcə olaraq bugün ümumiləşdirirəm ki, yəni gələn dəfəki PDF-də inşallah ki, bunlar öz əksini tapmış olur. Bəs hansı kitab? Sertifikasiyadır da illərdən sual verə bilərlər. Necə yəni illərdən? Yəni nə bilim, təhsil haqqında qanun, neçənci il, Bəli, onları biz inşallah ki, öyrənəcəyik. Məsələn, etik davranış prinsipi neçənci ildə təsdiq edilib, 2014-cü ildə təsdiq olunub, 600 nömrəli sərəncama əsasən, qanuna əsasən. Yəni, verilə bilər. Məsəl üçün, deyək ki, qiymətləndirmə konsepsiyası neçənci ildə qəbul olunub, qiymətləndirmə konsepsiyasına nələr daxildir. Yəni, bunları soruşa bilərlər. Bunlar hamısı PDF-lərdə olacaq inşallah ki, öyrənəcəksiniz. Deməli, məktəb daxili qiymətləndirmə hansılardır Könül müəllimə? Məktəb daxili idi də, summativ. Aha, mənə bax. Summativ, formativ, diaqnostik. Diaqnostik qiymətləndirmə nə zaman keçirilir? Diaqnostik dərs ilinin əvvəlində. Daha sonra. Kim tərəfindən keçir? Danış. Dərs ilinin əvvəlində müəllimə tərəfindən keçirilir, amma qiymətlər jurnala köçürülmür, şagirdlərin özündə saxlanılır. Daha sonra. Təranə müəllimə, diaqnostik qiymətləndirmə nə zaman keçirilir? Diaqnostik qiymətləndirmə ilin əvvəlində keçirilir. Bir də olur ki, məsəl üçün, ikinci yarım ilin əvvəlində. Daha sonra? Şagird məktəb dəyişərkən, bir məktəbdən digər məktəbə keçərkən. Bəli, bax, diaqnostik qiymətləndirmə haqqında dedi. Başlayın, bax, ümumiləşdirərək nə bilirsiniz danışmayın.
Diaqnostik qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən keçirilir. Bunun keçirilmə səbəbi şagirdlərin ilkin biliklərini müəyyənləşdirilmək məqsədi iləndir. Biz bunu tədris ilinin əvvəlində və yaxud da ki, yarım illiklərin əvvəlində, bölmə əvvəlində keçirə bilərik. Daha sonra diaqnostik qiymətləndirmənin nəticələri yəni heç bir yerdə qeyd edilmir. Şagirdin portfoliyasında saxlanılır və diaqnostik qiymətləndirmə müəllim öz formativ dəftərində də qeydiyyatını apara bilər. Rəsmi qiymətləndirmədir desələr, deyirsiniz ki, yox, rəsmi qiymətləndirmə summativ qiymətləndirmədir. Daha sonra diaqnostik qiymətləndirmənin məqsədlərini soruşsalar, deyəcəksiniz, ilkin məlumat bazası, diferensial yanaşma, fərdi yanaşma, daha sonra, yəni bunlar təlim strategiyalarına çevik dəyişiklik edilməsi. Yəni, məsəl üçün, mən baxıram ki, diaqnostik etdirdirəm, baxıram ki, şagirdlər hansı potensiala əsaslanır, hansı biliyə bacarığa əsaslanır ki, mən o yöntəmlə şagirdlərə yanaşmış olur. Daha sonra Günay müəllimə buyurun. İndi elə belə parakəndə şəkildə sual-cavab etdim, amma inşallah gələn dərsdən, yəni bir müəllimi müsahibə etdikdən sonra digər müəllimə keçəcəyik. Deməli, Günay müəllimə, planlaşdırma neçə cür planlama var? Planlaşdırma illik, bir də cari planlaşdırma, gündəlik planlaşdırma. İllik planlaşdırma və gündəlik planlaşdırma. Yəni, illiyə deyək ki, perspektiv, digərinə isə gündəlik planlamada deyə bilər. Həm başlayın danışmağa, nə bilirsiniz də, planlamadan sual verdi, deyib dayanmayın da, heç olmasa bir neçə cümlə deyib. Bilirsinizsə, danış. Planlaşdırmada, yəni gündəlik planlaşdırmada yer alır tarix, inteqrasiya, iş üsulları, mövzu, motivasiya, sonra standartlar, sonra deməli planlaşdırmada yəni mövzularda da dəyişiklik etmək olar, yəni vaxt baxımından dəyişiklik etmək olar. Sonra deyə bilərəm, başqa nə qaldı? Bax, soruşulur ki, illi planlama nədir? Soruşulanda ki, planlama nədir? Deyirik ki, planlama müəllim üçün yol xəritəsidir. Yəni, istiqamətini bilmək üçün istifadə etmiş oluruq. Və illik və gündəlik olaraq iki hissəyə bölünür. İllik planlama bir il ərzində gördüyümüz işlərə əsaslanır. Gündəlik planlama isə bir dərsə, 1-45 dəqiqəyə əsaslanmış olur. Və bildiririk ki, illik planlamada müəllimin məsələn ilk atdığı addım sinif üzrə məqsədləri müəyyənləşdirilməsi üçündür. İllik planda biz dəyişiklik edə bilərikmi? Bəli. Standartlar əlavə standart yaza bilərik. İnteqrasiya qrupuna əlavə inteqrasiya yaza bilərik. Məsələn, soruşa bilərlər ki, respublika üzərində hamı bir planlaşdırma üzərindən gedir, Əfsun müəllimə. Xeyr, məncə. Aha, necə olur bəs? Yəni dəyişiklik eləmək olur da. Aha, bəli, bax bu məktəbdən məktəbə dəyişmiş olur. Ümumilikdə hamı eyni perspektiv üzərindən aparılmır. Məsələn, məktəb var ki, deyir ki, bura resursu da qeyd et, inteqrasiyanı da qeyd et, qiymətləndirmələri də qeyd et. Məktəb də var ki, məsələn, bunları qeyd etmirik. Ancaq saat yazılır, standart yazılır, mövzu yazılır, tədris vahidi yazılır. Yəni belə. Daha sonra mən sual verəcəydim sizə. Deməli, mənə deyin görüm, Əfsun müəllimə, müəllimlik peşəsini niyə seçmisiniz? Uşaqlarla işləməyi sevirəm. Daha sonra ətraflı şəkildə cavab verək. Öyrətməyi sevirəm, uşaqlarla işləməyi sevirəm. İxtisasımı sevirəm. Daha sonra. Nə bilim mən biraz az danışanam, orada da elə. Bilirəm ki, 2021-də Miqdə olmuşdum. Düzdür, bəzi ATƏT-in Minsk qrupun falan da soruşmuşdular. Heç cavab verə bilmədim. Çox şeylərə cavab verə bilməmişdim. Elə bilirdim ki, kəsiləcəm, amma yaxşı qurtardım. Yox, onlar əsas ola bilər ki, məsəl üçün 10 dənə sual verərlər. Biz bunun məsələn 5 dənəsinə cavab verə bilərik, nə bilim 4 dənəsinə. Amma bizə baxırlar ki, psixoloji cəhətdən bu insan psixologiyası necədir?
Dünya məsəl üçün, dünya ilə əlaqədar da, yəni dünya görüşü haqqında suallara görə ümumilikdə adamı kəsmirlər, nə də adamı keçirtmirlər ona görə. Əsas kurikulum bilikləri bizi şagirdlərlə necə davranacaqsınız və ən əsas da psixoloji cəhətdən. İndi mən gələcək dərslərdə bir sualı sizə 2-3 dəfə verəcəm ki, məsəl üçün, həmin sualı mən 2-3 dəfə sizə verədiyim zaman siz həmin sualı mənə 2-3 dəfə deməlisiniz. Niyə? Çünki bax, qarşılaşan hallardır. Məsələn, bir-birləri ilə söhbət eləyirlər, belə-belə, güya ki, sizi eşitmirlər. Məsələn, siz danışırsınız, təzədən bir də sizə yenidən sual verirlər, məcbursuz yenidən danışmağa. Məsəl üçün, biz orada durub desək ki, indicə danışmışdım da sizə, yəni, indi dedim, bir-birinizlə söhbət edirsiniz, qulaq atmışsınız. Hədə bu bir minus aldı. Təmkini yoxlayırlar da yəqin. Test qoyacaqlar və salam. Belə, daha sonra hansı müəllimimizlə davam edək. Deməli, Nəzakət müəllimə, bugün sizin səsinizi eşitmədim mən. Bəli, müəllimə, üzrlü sayın, bayaq işim oldu, aça bilmədim. Deməli, Nəzakət müəllimə, əsl müəllimə necə olmalıdır? Əsl müəllimə şagirdlərin maraqlarını öyrənməlidir. Daha çox hansı maraqlara üstündürsə, o üzrə yönəltməlidir. Daha sonra? Şagirdlərin daha sonra necə deyə bilərəm, bilmədim. Bax, əsl müəllimi necə görürük? Öz elə bir ki, ixtisasını sevən, öz ixtisasını daha da təkmilləşdirən, öz ixtisası üzərində daha çox bacarıqlarını yiyələnən müəllim. Bəli, bax, bildirə bilərik ki, əsl müəllim dövlətimizi, millətimizi sevən, şagirdlərini sevən bir müəllim olmalıdır. Öz ixtisası üzərində yenilikləri öyrənməlidir və həm də bunu şagirdlərinə öyrətməlidir. Təmkinli olmalıdır, empatiya qurmağı bacarmalıdır. Yəni belə yeni texnologiyalara, innovasiya... Şagirdlərlə birgə daha çox işləməyi, onları yönəltməli, belə. Belə, yəni belə cavab verə bilərik. Nəzakət müəllimə bir günlük təhsil naziri olsaydı nə edərdi? İlk növbədə sertifikasiyanı ləğv eləyərdim. İnanın ki, ürəyimdən keçdi ki, istədim mən deyəm ki, indi Nəzakət müəllimə deyəcək ki, bu sertifikasiyanı ləğv eləyərdi. Bütün müəllimlərin rahat yaşaması üçün sertifikasiyanı ləğv eləyərdim. Bir günlük təhsil naziri olsaydım, nə eləyərdim? Maraqlı sualdır əslində görəsən. Maaşı qaldırın. Orada elə sözləri demirik, narazı olduğumuz məqamları bildirmirik. Müəllimlərin daha çox elə bir ki, inkişaf etdirəcəyinə, elə bir şagirdlərin maraqlarına uyğun müəllimlərin daha çox elə bir təkmilləşməsini yönəldərdim demək olar ki. Bu zaman hansı bacarığımızı vurğulamalıyıq Nəzakət müəllimə? 21-ci əsr bacarıqlarından hansıydı ki, bunlardan hansıdır ki, təkmilləşdirməliyik? 21-ci əsr bacarıqları. İKT bacarıqlar daha çox. İKT bacarıqlarında. Deyə bilərsiniz ki, bir günlük təhsil nazirliyi olsaydım, əlbəttə ki, İKT bacarıqlarını, müəllimlərin İKT bacarıqlarını təkmilləşdirmiş olardı. Kurikulumun daha yaxşı öyrənilməsinə şərait yaradardı. Yəni, belə variantları vurğulaya bilərik. Daha sonra, Nəzakət müəllimə uşağı, yəni şagirdi deyək də, şagirdi nə zaman direktorun yanına aparır? Ən son momentdə aparılır. Birinci, elə bil ki, psixoloqa yönəldir. Birinci özü danışır, sonra əgər alınmasa psixoloqa yönəldir. Psixoloqdan sonra da valideynlə və yaxud da direktorun yanına apara və valideyni çağırıb direktorun yanına apara bilər. Səmai müəllimə, əl qaldırdınız, deyin görün. Yəni ki, pis cəhət ki, demək olmazdı. Yəni ki, müsabiqələrdə qalib gələndə şagirdlər, yəni ki, ancaq mənfi tərəf üçün aparmırlar ki, direktor yanına. Uşağın yaxşı tərəfi olanda da aparırlar da. Yəni müsabiqədə qalib gələndə və yaxud bir uğuru olanda aparırsan.
Ha, O bəli, bax ikinci burada dərsləməsi mənfi tərəfi, hə. Ancaq mənfi tərəfi demək olmaz da, yəni orada. biz orada mənfi tərəfdən ümumiyyətlə danışmırıq, bildirmirik. Vurğul İkinci müsbət tərəflərini demək lazımdır ki, yəni uğurlarından deyək ki, ona görə Məsəl üçün deyə bilərəm ki, əgər şagird məsəl üçün fənn olimpiyadasında qalib gəlibsə, mən bunu direktorun yanına apara bilərəm. Qabaqcıl hər hansısa bir layihə üzərində işləyibsə, yəni burada müsbət tərəf oluruq. Yəni ay bu uşaq digər uşaqla savaşır, mən də bu işin içindən çıxa bilmirəmsə, məcburiyyətlə aparır. Onların verdiyi suallar psixoloji olaraq odur ki, görün bu müəllim ümumiyyətlə baxın, çalışın həmişə müsbətə köklənin. Yəni müsbət tərəflərindən vurğulayın, müsbət tərəflərini bildirmiş olun. Nəzakət müəllimə, kurikulumu bəyənirsiniz, kurikulum sistemini? Bəli, bəyənirəm. Aha. Bəyənmirik demək olmaz, yəni ilk növbədə. Niyə bəyənirsiniz? Bəs niyə bəyənirsiniz? Niyə bəyənməyinizi deyin görüm hələ. Kurikulum odur ki, şagirdin maraqlarını daha çox ön planda tutulur. Ona görə bəyənirik. Sonra. Sonra Daha sonra. Bax bayaqlar. daha çox böyle planlama əsasında dərsimizi aparırıq. Dərsin məqsədini şagirdlərə çatdırırıq. Bəli, bax bildirə bilərik ki, Səbinə müəllimə əl qaldırdı. Siz də deyin. Məsələn, deyə bilərəm ki, şagirdin kurikulum hər bir şagirdin belə deyim də öyrənmə tərzinə uyğun dərs keçirilməsini göstərir də bizə. Buna görə beləliklə də şagirdlərin akademik cəhəti də yüksək olur buna görə. Amma əvvəllər yəni ənənəvi təhsildə sadəcə müəllim yönümlüydü də, müəllim biliyi tam elə bir ötürürdü və şagird pasiv rolunda olurdu. Amma müasir təhsildə daha şagird yönümlü olur. Şagird özü düşünərək bir şey öyrənir də. Yəni ki, müəllim sadəcə istiqamət verir. Beləliklə şagirdin biliyi uzun müddətli yaddaşda qalmış olur da, yəni qısa müddətli olmur. Orada məsələn biz nə isə izah edəndə əllə belə jestlərdə, mimikalardan sadəcə gülər üz şəkildə ekrana baxaraq izah etməyə çalışaq. Bəli, bildirə bilərik ki, kurikulumun ən əsas prinsiplərindən biri şagird yönümlülükdür ki, burada şagirdlərin maraq və potensial dairələrinin nəzərə alındığı üçün ən çox bu yöntəmlə bəyənmiş oluram. Və bundan əlavə olaraq da həm də kurikulumda şagirdlərin motivasiyaları, maraq yaratmaları, ondan əlavə olaraq kurikulumun prinsiplərinə əsaslanaraq biz özümüzü həm də şagirdlərin biliklərini refleksiya edə bilərik. Məsələn, mən özüm keçdiyim dərs sonda keçirəcəyim refleksiyaya əsaslanaraq şagirdin mövcud potensiallarını, hər hansısa bir nəyin üzərində işləyəcəyini müəyyənləşdirdiyi halda mən də gələn dərs üçün hansı, məsəl üçün, nüanslara diqqət edəcəyimi müəyyənləşdirmiş olaram. Yəni nə edirik? Yəni tərifləyirik də kurikulumu pis cəhətini bəyənməsək belə demirik. Refleksiyadan istifadə edərək həm müəllim öz səhvlərində, yəni boşluqlarını da tamamlamış olur. Şagird də özünü qiymətləndirmiş olur refleksiyadan, dərsin yəni keçirilməsindən sonra olunan bir metoddur da. Bundan da deyə bilərik. Olur. Belə müəllimlər, deməli, inşallah ki, bu günləri dərsimiz, yəni belə getdi ki, ilkin olaraq həm tanışlıq kimi, indi qrupda yəqin ki, bir çox müəllimlər hələ qoşulmayıb, yəqin gələn dərsdən ki, inşallah ki, qoşularlar. Kimi də məsəl üçün özünü təqdim etməni, burada adlarınızı yazmışım. Kimdən götürmüşəm, yazmışam, onsuz yenidən götürəcəm inşallah onu müsahibəyə gedənə qədər dəfələrini. İndi göndərmiş olduğum ki, birinci PDF var. Gələn dərs birinci gündür də dərsimiz inşallah. Birinci günə həmin PDF-i səsli şəkildə izahını da vermişəm orada sizə. Onlara baxacaqsınız, izahları dinləyəcəksiniz. Gələn dərs isə tək-tək, məsəl üçün Səbinə müəlliməni bir 5 dəqiqə, 6 dəqiqə, 7 dəqiqə baxacaq da həmin PDF üzərindən sual-cavab aparacağam. Sonra Zülfiyə müəlliməni, Ermina müəlliməni, digər Səbinə müəlliməmizi, Təranə müəllimə, Könül müəllimə, Günay müəllimə fərq etmir. Hamımız inşallah. Belə müəllimlər, inşallah ki, uğurlar olsun, işiniz avand olsun, yolunuz açıq olsun. Belə, gələn dərs görüşərik. Deyəsən, mən kaydı biraz gec yandırmışam, sonradan baxdım ki, mən kaydı gec yandırmışam. Haradasa bir 40 dəqiqəlik belə olacaq. Yəni, bunu YouTube kanalına götürəcəm, oradan da baxacaqsınız inşallah. Nələrə diqqət etmək lazımdır, nə etmək lazımdır, bir daha baxmış olacaqsınız.
Belə məndə nəsə sözünüz, sualınız varsa buyurun, dinləyirəm sizi. Çox sağ Bir də olun. mənə bayaq dediyinizdə məsələn belə də deyə bilərik də tək akademik cəhətdən yox, yumşaq bacarıqların da inkişaf etməsini göstərir də, yəni Bəyənmə məqsədini deyirsiniz. bəli, axırıncı sual. Aha, əlbəttə ki, İnkişaf onlar etməsi. bildirə bilərik ki, məsəl üçün kurikulum şagirdlərdə yumşaq bacarıqların inkişaf etdirilməsinə, 21-ci əsr bacarıqlarına, yəni istədiyiniz kimi, yəni tərifləyin qəşəng-qəşəng. Yaxşı, oldu. Çox sağ olun. Belə sağ olun. Gələn dərs inşallah ki, görüşək. Özünüzə yaxşı baxın. Günlər xoş. Hani müəllim. Sağ olun, sağ olun. Necə Dilbər müəllimə? Sağ olun. Həftənin neçənci günlər dərsimiz olacaq? 1-ci, 5-ci